Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, bu videoda MIQ və sertifikasiya imtahanında tez-tez rast gəlinən çevrilmələr mövzusuna siz baxacaqsınız. Deməli, çevrilmələr mövzusu hər il MIQ imtahanında qarşımıza çıxan, istər MIQ olsun, istər sertifikasiya olsun, qarşımıza çıxan tiplərdir. Bu çevrilmələrə hansı vahidlər daxildir? Bunlara daxildir uzunluq vahidləri, sahə vahidləri, tutum vahidləri, çəki vahidləri və s. Və sair deyəndə yerdə qalır bir də saat üzrə çevrilmələr. İndi izahımın içində də onun adını çəkməyə çalışacağam. Deməli, bilirik ki, həm də həmin bu çevrilmələr MIQ imtahanında dediyim kimi qarşımıza çıxır. Çərçivədə də qarşımıza çıxdı. Yəni hər il olduğu kimi adlarını çəkdiyim vahidlər bizim hal-hazırda öyrənəcəyimiz çevrilmələrə aid olmuş olacaq. Deməli, ilk olaraq uzunluq vahidlərindən danışmaq istəyirəm. Uzunluq vahidləri sayanda kiçikdən böyüyə əgər sayarsaq, ən kiçik, yəni ən balaca olan hansıdır? Millimetr. Bir balaca qələmimizi qalınlaşdırıram. Daha sonra yenidən yazıram. Millimetr. Daha sonraki ölçü vahidim, yəni uzunluq ölçü vahidim santimetrdir, yəni millimetrdən sonra gələn. Sonra desimetrdir, metrdir, bir də ən böyüyü kilometrdir. Və bunların hər birinin arasında, yəni millimetr və santimetr arasında 10 dəfə fərq var. Santimetrlə desimetr arasında 10 dəfə fərq var. Desimetrlə metr arasında 10 dəfə, amma metrlə kilometr arasında 1000 dəfə fərq olmuş olacaq. Yəni biz bu hissəni standart qayda olaraq orta məktəbdən bilirik ki, 1 kilometrin neçədir? 1000 metrdir. 1000 metrdir. İndi bu aradakı bu onlar, bax burada yazdığım 10, 10 və buradakı 1000. Bunlar nə işə yarayır? İndi onu deyəcəm. Bax, kiçikdən böyüyə düzmüşəm də, düzdürmü? Vahidlərimi kiçikdən böyüyə düzmüşəm. Millimetr ən kiçiyimdir, santimetr, desimetr, metr və ən böyüyüm kilometrdir. Mən kiçikdən, yəni bax, kiçikdən böyüyə keçəcəmsə, mütləq ki, böləcəm. İndi bunu nümunələr üzərində də sizə göstərəcəm, daha aydın başa düşəcəksiniz. Yox, böyük vahiddən kiçik vahidə keçəcəmsə, mütləq ki, vuracam. Bax, bu formada yadınıza saxlaya bilərsiniz. Deməli, buna uyğun nümunələrimizə indi baxacağıq. Bir qayda olaraq yadınıza saxlayın ki, əgər kiçik vahiddən böyük vahidə keçirəmsə, bölürəm, böyük vahiddən kiçik vahidə keçirəmsə, vururam. Nə deməkdir bu? Millimetrdən desimetrə keçirəmsə, mütləq ki, o ədədi ortadakı sıfırların sayına qədər böləcəm. Yox, kilometrdən desimetrə keçirəmsə, məsələn, böyükdən kiçiyə keçirəmdə, ortadakı sıfırların sayı qədər həmin ədədə vuracam. Və yaxud da ki, həmin ədədi yazıb, sıfırların sayı qədər sıfır əlavə edirik və s. İndi gəlin nümunələrə baxaq. Nümunələrdə uzunluq vahidinə aid nümunələr yazmışam. 5 sualdır. İndi həmin orada yazdığım standart, belə deyim də, sxemi burada da yazıram. Baxın, ən kiçikdən yazıram. Millimetr, santimetr, desimetr, metr, kilometr. Düzdür. Bəziləriniz ola bilər ki, bunu əzbər bilirsiniz. Avtomatik olaraq yaza gedə bilərsiniz. Nə gözəl. Amma əzbərləmək bəziləri üçün də çətin olduğu üçün, bax, bu sxemi bilməyiniz kifayətdir. Belə deyim də, uzunluqdur, sahədə, tutum vahidlərdə hər biri, bax, millimetr, santimetr, desimetr, metr, kilometr yazılır. Sadəcə kvadratı var, kubu var. Bax, bunda heç nəyi yoxdur. Heç nəyi olmayanda hər birinin arasında 10 dəfə fərq olurdu. Təkcə metr və kilometr arasında 1000 fərq olurdu da, düzdür? Onun üçün də sxemi əzbərləmək daha məqsədə uyğundur. İndi gəlin, baxaq görək. Deyir ki, bu ədədi belə sıfıra qədər oxusam, 7 milyon metr deyir neçə kilometrdir. Burada kiçikdən böyüyə gedib. Kiçikdən böyüyə də gedəndə, bax, burada demişdim, kiçikdən böyüyə. Neynəmək lazımdır? Bölmək lazımdır. Nəyə bölmək lazımdır? Bu metrdir, bu kilometrdir. Tez əlimi qoyuram metr və kilometrin üstünə. Ortada baxıram ki, 3 dənə sıfır qalıb.
3 dənə 0 qədər rəqəm mən buradan silirəm. Cavabı yazıram neçə? 7000. Deməli 7 milyon metr 7000 kilometrə bərabər imiş. Daha sonra ikinci suala baxıram. Sonra deyir 12 kilometr neçə millimetrdir? Deməli burada böyükdən kiçiyə gedib. Böyükdən də kiçiyə keçəndə vururduq. Kilometrdən, bax kilometrdən nəyə keçib? Millimetrə keçib. Ən böyükdən ən kiçiyə keçmiş olur. Ortada neçə dənə 0 varsa biz hər birini bax 12-ni yazırıq bura. Ortadakı sıfırları sayırıq. 1, bax 1, 2, 3, burada da 3 dənə. Deməli yanına 6 dənə 0 atmış olacam. Oldu 12 milyon millimetr. 12 kilometrim həm də 12 milyon millimetrə bərabər olmuş olur. 35 desimetrə baxırıq. Əgər desimetrdən santimetrə keçirəmsə, bax yanında da elə. Yəni böyükdən kiçiyə keçirəmsə, sıfırların sayı qədər bir 0 yazıram və yaxud da 10-a vururam. 35 yanına da bir 0 atdım. Oldu 350. Sanki 35-i 10-a vurmuş oldum. Sanki deyəndə elə vurmuş oldum da. 35-i 10-a vuranda 350 santimetrə bərabər olmuş olacaq. İndi 700 min metr neçə kilometrdir? Metrdən yenə kilometrə keçirəm. Kiçikdən böyüyə keçirəm. Bölməliyəm. Nə qədər bölməliyəm? Neçəyə bölməliyəm? 1000-ə bölməliyəm. 1000-ə böləndə bax 3 dənə 0 silirəm. Bura yazıram 700. Daha sonra bu ədədi oxuyanda 18 milyon millimetr neçə metrdir deyir bizə. Millimetrdən metrə keçid eləmiş oluruq. Ortadakı sıfırlar 1, 2, 3. 3 dənə 0 var. Deməli 3 dənə 0 silmiş olacaq. Yəni 1000-ə bölmüş olacaq. 0, 0, 0 olacaq 18.000 metr. Yəqin ki tam aydın oldu. Yəni burada əsas məqsəd bunu bilməkdir. Bunu biləndən sonra İstənilən çevirməni yazdı və sən də bu belə deyim, sxemi bilirsən də. Sxemi yazan kimi avtomatik olaraq hər birinin cavabını yazmış olursan. Keçirik ikinci nümunəyə. Görə ikinci nümunə hansıdır? Sahə vahidləri. İndi sahə vahidlərini deməmişdən qabaq, gəlin biz belə deyim. Sahə vahidlərini mən sizə izah edeyim. Sahə vahidləri nə deməkdir? Aralarındakı fərq nələrdir? Onları deyim, sonra keçək sahə vahidlərinə uyğun nümunələrə. İndi buranı silirəm. Bu hissəni silirəm və keçirik sahə vahidlərinə uyğun nümunələrə keçməmişdən qabaq sahə vahidlərinin izahına keçmiş oluram. Deməli, sahə vahidləri nədir? Ən kiçiyi millimetrin kvadratıdır. Daha sonra santimetrin kvadratı, sonra desimetrin kvadratı, bir dəqiqə, desimetrin kvadratı, metrin kvadratı, sonra gəlir ar, hektar və kilometrin kvadratı. Elə yazdım ki, bura yerləşmədi. Bunların da arasında, bax bunların da arasında hər birinin arasında 100 dəfə fərq var. Bax, millimetr kvadratla santimetr kvadratın arasında 100 dəfə fərq. Santimetrlə desimetr kvadratın arasında 100 dəfə fərq. Desimetr kvadratla metr kvadratın arasında 100 dəfə fərq. Bax, bu formada hər birinin, burada yəni istisna yoxdur. Avtomatik olaraq üstündə 2 gördünüzsə, bilin ki, 2 dənə 0 yazacaq. Bax, o formada yazıda saxlayarsınız. Məsələn, 2-dirsə 2 dənə 0. 3-dürsə 3 dənə 0. Bu formada yadınıza saxlaya bilərsiniz. Bu da asandır əslində. Elə sıfırların sayı qədər əgər kiçikdən böyüyə keçirəmsə, bölürəm, böyükdən kiçiyə keçirəmsə, vurmuş oluram. İndi nümunələr üzərində mən izah eləməyə çalışacağam. Eyni burada yazdığımı, gəlin burada da yazaq. Nə yazmışdıq orada? Bir dəqiqə, qələmin rəng biraz nazildir. Millimetr kvadrat, santimetr kvadrat, desimetr kvadrat, metr kvadrat, ar, hektar və kilometrin kvadratı. İndi bunların da arasında, hər birinin arasında 100 fərq var idi. Bildikdə necə 100 fərq var idi. Bu formada yazırıq. Yaxın olsa da siz artıq anlamısınız, bilirəm. 6000 metr kvadrat deyir neçə ardım. Baxıram ki,
Metr kvadrat və arın arasında 100 dəfə fərq var. Deməli, əgər metr kvadrat ardan kiçikdirsə və kiçikdən böyüyə keçirsə, mən neyləmiş olacağam? Bölmüş olacağam. Ona görə nəyə bölmüş oluram? 100 dəfəyə bölmüş oluram, yəni 100-ə. Ona görə 2 sıfır gedir, burada qalır 60. Asandır əslində, çox asandır. Sadəcə kiçikdən böyüyə, böyükdən kiçiyə keçərkən hansı əməlləri eləyirik, onu bilmək lazımdır. İndi ikinciyə baxırıq. Deyir, 8500 desimetrin kvadratı neçə santimetr kvadratıdır? Desimetrlə santimetrə keçmək üçün böyükdən kiçiyə keçirəmsə, deməli nəyə vurmalıyam? 100-ə vurmalıyam. Çünki ortada 100 dəfə fərq var. 8500 yazıram bura, yanına da 2 dənə 0, çünki 100-ə vurmuş oldum. 1 hektarın deyir neçə millimetr kvadratdır. Hektardan, bax hektar buradır, millimetr kvadrat buradır. Görün arada nə qədər sıfır var? 2, 4, 6, 8, 10 dənə sıfır var. Deməli, biri yazırıq, yanına da 10 dənə sıfır atmış olacaq. Bax bu formada yazılacaq. Sonra dördüncü sualda deyir 200 min kilometr kvadratı neçə ardır? Kilometr kvadratın ara keçmək üçün böyükdən kiçiyə keçirəm. Nə etməliyəm? Böyükdən kiçiyə keçəndə vururduq da. Yanında 2 dənə 0 var. Həmin buradakı gördüyüm ədədin yanına 2 dənə də 0 əlavə eləyirəm. 2, 1, 2, 3, 4, 5 var idi. Yəni bu sıfırlar var idi. 2 dənə də 0 əlavə elədim. Oldu. Belə oxuyanda 20 milyona ara bərabər olmuş oldu. Sonra 75 min millimetr kvadratdan metr kvadrata keçirəm. Burada kiçikdən böyüyə keçirəm. Ona görə böləcəm. Millimetr kvadratdan metr kvadrata keçmək üçün ortada 6 dənə 0 var. 2, 4, 6 dənə 0 var. Ona görə indi baxacaqsınız ki, müəllim, burada 6 dənə axı rəqəm yoxdur. Bax, belə deyim də, həmin ədədə bura yazım 75 min. 6 dənə 0, yəni nəyə böləcəm? 1 milyona böləcəm də həmin bu ədədi. 75 mini 1 milyona böləcəm. Böləndə də 6 dənə 0 sağdan sola doğru sürüşdürməliyəm. Yəni, bax, sayıram 1, 2, 3, 4, 5, 6. Deməli, bura 0 atıram, vergül atıram. Bunların da heç bir dəyəri olmur. Olur, cavab 0-dan %75 metrin kvadratı. Bu formada hesablanmış olacaq. İndi keçirəm nəyə? Tutum vahidlərinə. Elə tutum vahidlərinin sxemini də burada yazacağam. Ona görə də, niyə görə? Çünki asan olsun həm də bizim üçün buradakı nümunələri həll etmək həm orada, həm burada yazmamaqdan ötürü. İndi tutum vahidləri nədir? Tutum deyəndə nəyə nəzərdə tutur? Kubu nəzərdə tutur da. Yəni, hər bir ölçü vahidinin kubunu yazmış olacaq. Millimetrin, orada yazaq. Millimetrin kubu, santimetrin kubu, desimetrin kubu, metrin kubu. Qutardı, getdi. Deməli, millimetrin kubu, santimetrin kubu hər birinə kub yazmışamsa, mən belə rahat yolla nə demişdim? Və hər birinə kub yazmışamsa, deməli 3 dənə, üstündə 3 var axı, 3 dənə 0 qədər fərq olacaq. Yəni 1000 dəfə. Məsələn, millimetr kubla santimetr kub arasında 1000 dəfə fərq var. Santimetr kubla desimetr kub arasında 1000 dəfə fərq var. Desimetr kubla metr kub arasında 1000 dəfə fərq var. Belə deyim də, indi xırda bir məqam deyəcəm sizə. Narahat olmayın, bunu belə deyim. Bunu axırda sistemləşdirib eyni bir yazının içində sizə göstərəcəm. Oradan screenshot edib götürüb özünüz də qeyd kimi götürə bilərsiniz. Yəni sizin üçün onu yazmışam, hazırlamışam. Deməli, belə bir xırda məqam deyim. Məsələn, bəzən çıxır ki, litr. Bax, belə bir şey çıxır da, 3 litr. 3 litr demək, desimetr kub deməkdir həm də. Santimetr kub nə deməkdir bəs? Millilitr deməkdir. Yəni 1 santimetrin kubu bərabərdir. Bax 1 santimetrin kubu həm də nəyə bərabərdir? 1 milliyə bərabərdir. Və yaxud da 1 desimetrin kubu həm də nəyə bərabərdir? 1 litrə bərabərdir. Bax bunu belə deyim, açar məqam kimi yadınızda saxlasanız əla olar. Yaxşı, 3 litr deyir neçə santimetr kubdur. Litr həm də nə idi? Desimetr kubuydu da. Desimetr kubdan böyükdən kiçiyə keçmiş oluram. Yəni, neyəcəm? Böyük kiçiyi vururdu. Minə vuracam. Olacaq 3, yanında 3 dənə 0. Minə vurdum, oldu 3000 santimetr kub. 8500 santimetr kubdan millimetr kuba keçəcəm. Böyükdən kiçiyə yenə vuracam.
santimetr kubdan millimetr kuba keçirəcəm. Neçəyə vuracam? 1000-ə vuracam. Yəni 8500 belə yazaq. 500 yazıram. Yanına da 3 dənə 0 yazıram. Çünki 1000-ə vurmuş oluram. Sonra 200.000 millimetr kubu santimetr kuba keçirtmək istəyirəm. Millimetr kubdan santimetr kuba bu dəfə nə edəcəm? Kiçikdən böyüyə keçirdim, bölməliyəm. Nə qədər bölməliyəm? 1000 dəfə bölməliyəm, 1000-ə bölməliyəm. Ona görə 3 0 gedir, burada qalır 200 santimetrin kubu. 6 metrin kubunu millimetr kuba keçirtmək üçün, bax metr kub burdadır, böyükdən millimetr kub kiçiyə keçirdirəm, vurmalıyam. 6 yazıram, 6 yazıram. Ortada nə qədər 0 var? 3 burada, 3 burada, 3 burada. 9 dənə 0 yazıram. 3, 3 və 3. Sonra 835.000 santimetri santimetr kubunu metr kuba keçirmək istəyirəm. 835.000 santimetr kubdan metr kuba keçirmək istəyirəm. Yəni kiçikdən böyüyə nə etməliyəm? Bölməliyəm. Nə qədər bölməliyəm? Ortadakı sıfırların sayı qədər. Ortada da 6 dənə 0 var. 3'ü burada, 3'ü burada. Deməli 1 milyona böləcəm. 6 dənə sıfıra bölmək üçün sayıram. 1, 2, 3, 4, 5, 6. 6 8-in üzərinə düşdüyü üçün qabağına bir 0 atıram, vergül atıram, 835. Yəni 1 milyona böləndə 835.000-i 1 milyona böləndə sıfırdan 10.000-də 835 alınmış olur. 0 tam 0 tam yüzdə 830, 1000-də 835 üzr istəyirəm, qarışdırdım. Aha. Sonra 6-cı çəki vahidlərinə keçirik. Çəki vahidlərimiz hansılardır? Milliqram, qram, kiloqram, sentiner, bir də hansı var? Ton var. Belə deyirəm. Nə deyirəm? Deyirəm ki, milliqramla qramın arasında 1000 dəfə fərq var. Qramla kiloqramın arasında 1000 dəfə fərq var. Kiloqramla sentinerin arasında 100 dəfə fərq var. Sentinerlə ton arasında 10 dəfə fərq var. Sadəcə eyni olmayan burada bunlardır. Bir də harda demişdim? Metrlə kilometr arasında. Digərlərində 10 dəfə idisə, metrlə kilometr arasında 1000 dəfə fərq var idi. Burada da yəni rahatdır əslində tapmaq. Aha. Gəlin keçək 80 milliqramı qrama çevirməyə. 80 milliqram qrama keçirtmək üçün kiçikdən böyüyə keçirəm. Nə etməliyəm? Bölməliyəm də, düzdür? Yəni 80-i 1000-ə bölməliyəm. 80-i 1000-ə bölməkdən ötürü 1000-də nə qədər 0 var? 3 dənə 0 var, düzdür? Bax, bura yazıram 80. 1000-ə bölmək istəyirəm. 1000-ə bölmək istəyirəm. Bərabər. 1000-in yanındakı sıfırların sayı qədər sayırıq, sola sürüşdürürük. 1, 2, 3. Düzdür? Bura bir 0 atırıq və vergülünü atırıq. Olur neçə? 0 tam %8. Cavab olur 0 tam %8. Sonra 4 sentineri qrama çevirmək üçün sentinerdən qrama, böyükdən kiçiyə vurmalıyam. Neçəyə vurmalıyam? 2 0 burada, 3 dənə 0 burada. 100.000-ə vurmalıyam. Yəni 5 dənə 0 4-ün yanına əlavə etməliyəm. Olur 400.000 qram. 75 tonu sentinerə keçirtmək üçün aralarındakı fərq 10 dəfədir. Ona vurmağım kifayətdir. Aha. Sonra 80.500 qramı kiloqrama çevirmək istəyirəm. Qramdan kiloqrama keçmək üçün nə etməliyəm? Bölməliyəm. Neçəyə? 1000-ə. 1, 2, 3 dənə 0 var. 1, 2, 3 dənə yazıb vergül atıram bura. 80,5 qalır. Bura yazıram 80,5 kiloqram. Sonra oxuyarkən 3 milyon milliqramdır bu. 3 milyon milliqramı sentinerə keçirtmək üçün milliqramdan sentinerə ortada 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə 0 var. Sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli 0,3. 0,3 sentinerə bərabər olmuş olacaq. Yox, burada 3 milyona axı biz 100 milyona bölürük. Ona görə burada bir 0 atırıq. Olur 0,3-ə bərabər olmuş olacaq. Belə deyirəm, qayıdıram geri. Baxın, burada sizin üçün uzunluq vahidləri, sahə vahidləri, tutum vahidləri, çəki vahidlərinə uyğun çevirmələr aparmışam, sxemini yazmışam.
Həmin bu sxemi skrin eləyib ya dəftərinizə köçürdün, ya da ki, buradan istifadə eləyərək bütün çevirmələri rahatca hesablaya bilərsiniz. Burada da belə bir qeyd var. 1 litr bərabərdir 100 milli, 1000 milli daha doğrusu. Yəni bunu hamımız bilirik. Sadəcə burada qeyd kimi yazmışam. İndi gəlin keçək buna uyğun, yəni çevirmələrə uyğun 10 sualın izahına. Həmin o 10 sualı keçməmişdən öncə deyirəm ki, bu 10 sualı işləmək istəyirsinizsə, videonun açıqlama hissəsinə baxırsınız, orada sınaq linki görürsünüz, üzərinə tıklayırsınız və sınağı işləmiş olursunuz. Sınağı işləyib daha sonra həmin bu çəkdiyim, yəni çəkəcəyim sınaq izahına baxa bilərsiniz. Gəlin gedək sınağımızı bir yerdə işləməyə. Deməli, çevirmələrə aid sınaq 7-lə davam edirik izahımıza. Birinci sualımız deyir, aşağıdakı bərabərliklərdən hansı doğrudur? Deyir, A-da yazıb ki, 15 metr 8 millimetr bərabərdir 185 millimetrə. İndi gəlin görək doğrudanmı 15 metr 8 millimetr 185 millimetrə bərabərdir. Onun üçün bura yazıram 15 metr bərabərdir. Baxıram ki, burada, harada da 15 metr? Bax, buradadır. Düzdürmü? 15 metrdən millimetrə keçmək üçün neçəyə vurmalıyam? 1000-ə vurmalıyam. Yəni, ortadakı sıfırların sayı qədər ədədə vurmalıyam. Yəni, 1000-ə vurmalıyam. Olur 15.000. Bax, burada 8 millimetr də var. Onun üçün 15.008 olmalıdır. Amma cavabda 185-dir. Bu doğru deyil. Sonra B-yə baxıram. 3 desimetr. Bax, burada əgər millimetrləndirsə, 3 desimetri də millimetrə çevirməliyəm. Desimetrdən millimetrə keçmək üçün ortada 2 dənə sıfır var. Yəni 100-ə vurmalıyam. Olur 300 millimetr. Üzərinə də 8 gələndə 8 gəlmirəm. 8 santimetrdir. Bunu da çevirirəm millimetrə. Bu da eləyir 80 millimetr. Cavab olur 380 millimetr. Cavabımız burada doğru istədiyi üçün B variantıdır. Digərlərini də özünüz yəni mən bunun hamısını bir-bir izah etsəm video çox uzun alınacaq. Onun üçün deyirəm ki, gəlin bu birinci sualı hamısını izah edeyim. Digərlərini doğru cavab tapana qədər izah eləmiş olacağam. Yaxşı, 4 desimetr 6 millimetr deyir. Desimetrdən millimetrə keçmək üçün baxıram, desimetr burada, millimetr burada. Video, yəni ekranın sol tərəfinə yerləşdirmişəm ki, daha rahat başa düşəcəksiniz onda. 4 desimetri millimetrə keçirmək üçün nə etməliyəm? Desimetrlə millimetrin arasında 2 dənə sıfır var. Yəni 4-ü yazıb yanına 2 sıfır, 100-ə də vura bilərəm. 4-ü yazıb yanına 2 sıfır da yaza bilərəm. Üzərinə gəlirəm 6, bu da eləyir 406. Amma cavabda 46 millimetrdir. Onun üçün bu da deyil. D-də deyir 5 santimetr 5 millimetr neçə millimetrdir? 5 santimetrin santimetrdən millimetrə sadəcə 10-a vurmaq kifayətdir. Yəni 50. Üzərinə də 5 gəlsəm, bu eləyəcək 55. Yəni 550 eləmir. Onun üçün də D variantı uyğun deyil. Doğru cavabımız bu sualda B variantına uyğun gəlir. İkinci sualımıza bir yerdə baxırıq. Deyir ki, 1 kiloqram 400 qram çıxılsın 750 qram. İndi çəki vahidlərində baxırıq, hansıdır çəki vahidləri? Bax bunu, biz buna baxırıq. Çəki vahidlərində əgər 1 kiloqram deyirsə, deməli 1 kiloqram 1000 qrama bərabərdir. Bu da ikisi bir yerdə, ikisi bir yerdə. Bunun da ikisi bir yerdə nəyə bərabər olur? 1400 qrama bərabər olur. Yazıram bura 1400 qram. Çıxılsın 750 qram bərabərdir. 1400-dən 750 çıxanda 650-yə bərabər olur. Bu doğrudur. Yəni A variantı doğrudur. Bizə yanlış lazımdır. Sonra baxıram 375 qramın üzərinə 675 qram gəlirəm. 375 üstə gəl 675 bərabərdir. 5 ilə 5 10, 0 bir yadda, 7 ilə 7 14, 1 də yadda 15 bir yadda, 3 ilə 6 9, 1 də yadda 10. Deməli, bu doğru deyil. 1050-dir, amma bizə 1000 lazım idi ki, 1 kiloqrama bərabər olsun. Bu da deyil. Hə, elə bizə səhv istəyir də, hansı doğru deyil. Aha, hələ ki bu qalsın, digərlərinə də baxaq. 1 kiloqram 375 qramın üzərinə 275 qram gələndə deyir, bu eləyir. Bu mu eləyir?
Baxaq görək, 1 kiloqramın 1000 qramdır. 1000 qram, bu da 375, 1375 və üzərinə gəlirəm 275 qram. 0, 7-nin üstünə 7, 14, 1 də yadda 15, 1 yadda, 5, 1 də yadda 6, burada da 1. 1650 qram. 1650 qramda 1 kiloqram 650 qram var. 16 kiloqram deyil. Bu səhvdir. Mənə elə gəlir burada yanlışlıq olub. Burada 365 olacaq. Ona görə də 365 olsa 1 kiloqram verir də. Bu düz olmalıdır, bu yanlış olmalıdır. İndi siz bu sınağı işləyəndə aşağıda, yəni açıqlama hissəsinə linkini yerləşdirmişəm. Orada işləyəndə artıq 365 qram görəcəksiniz. Yaxşı, deməli yanlış budur. 500 qramla 550 qram bizə 1 kiloqram 50 qram mı verir? Bəli. 500 ilə 500 toplasam 1 kiloqram verir. 50 qram da elə onun yanındakı 50 qramdır. Onun üçün bu da doğrudur. Deməli yanlış cavabımız C variantına bərabərdir. Sonra nə deyir? Hansı müqayisə doğru deyil? Hansı müqayisə doğru deyil? Baxaq. Burada artıq 1 litrdən 250 milli çıxıb. 1 litrin 1000 millidir. 1000-dən də 250 çıxanda neçə qalır? 750 qalır da, düzdürmü? 750. 750 qalır. Onun üçün 750 də 700-dən böyük yox, kiçik. Ya böyükdür də, böyükdür, düzdür. 700 olmalıdır. Aha, böyük olmalıdır. Bu düzdür. 700 millinin üzərinə 250 milli gəlib, 950 milli eləyib. 950 milli də 1 litrdən, yəni 1000 millidən balaca olduğu üçün bu da doğrudur. 1 litrdən 670 milli çıxıb, yəni 1000-dən 670 çıxanda, 1000-dən 600 çıxıram 400, 70 də çıxanda 330. 330 bundan, yəni 250-dən böyük olmalıdır, kiçik yox. Bu yanlışdır. 100 milli ilə 900 millini toplayanda 1000 milli eləyir. 1000 milli də 1 litrə ilə bərabərdir. Bu da doğrudur. Yanlış cavabımız C variantı olacaq. Aşağıdakı variantlardan hansı deyir yanlışdır? 2 saadım 7200 saniyədir. Bəli, 2 saatın 7200 saniyə olduğunu bilmək üçün 2 saatı 2 dəfə 60-a vurmalıyam. Yəni bir 60 dəqiqəyə vurmalıyam, bir 60 saniyə vurmalıyam. Niyə? Çünki 1 saatın 60 dəqiqədir. 3600 saniyədir. Başa düşdünüz necə? Ona görə də 2 saatda tapmaq üçün elə bir dəfəlik 2-ni vuracağıq. 3600-ə bu da eləyəcək 7200 saniyə. Bu doğrudur. Bir arın deyir, neçədir bu? 10.000 desimetrin kvadratıdır. Baxaq ar hardadır? Ar buradadır. Desimetrin kvadratı buradadır. Ortadakı sıfırların sayı 4 dənədir. Ona görə də 1 yanında 4 dənə 0 yazmalıyam. Tabi burada 5 dənə 0 yazıblar. Yox, 4 dənə 0-dır burada da. Deməli bu da doğrudur. 100 metr bərabərdir 10.000 desimetr. Baxaq, metr hardadır burada? Desimetr hardadır? Burada. Aralarındakı sıfırların sayı 1 dənədir. Yəni 100-ü vuracam 10-u. Olacaq 1000. Amma burada 10.000'dir. Deməli bu yanlışdır. 70 ton bərabərdir 700 sentner. Ton hardadır? Baxaq, çəki vahidlərindədir. Ton burada. Tonla sentnerə keçmək üçün nə edirəm? 10-a vurmalıyam. 10-a vurub elə 70, yanında 10-a vuranda bir sıfır əlavə olunur. 700 sentner. Bu da doğrudur. Bizim yanlış cavabımız C variantı olacaq. 5-ci sual. Eni 80 metr, uzunluğu isə 375 metr olan əkin sahəsi neçə hektardır? Deməli, bax, belə bir əkin sahəmiz var. Belə bir əkin sahəmiz. Uzunluğu 375-dir, eni 80-dir. Deməli, bunun da sahəsini tapmaq üçün, sahə vahidlərinə aiddir də həmin bu sual. Sahəsini tapmaq üçün 375-i vurmalıyam 80-ə. 0, 8, 5-in 44 yadda, 3, 8-in 24, 4 də yadda 30. 3000 metrin kvadratı elədir. Baxıram metrin kvadratından nəyə keçmək istəyirəm? Hektara keçmək istəyirəm. Ortada neçə dənə 0 var? Yox. 3 dənə 0 var. 0 bura, 5, 8-in 40, 0, 4 yadda. 7, 8-in 56, 4 də yadda. 60, 0, 6 yadda, 3, 8-in 24, 6 yadda, hə, oldu 30.000.
Bax, millimetr kvadratın hektarın arasında 4 dənə sıfır var. Yəni 4 dənə 2 dəfə 100-ə böləcəyik. 10.000-ə böləcəyik, olacaq 3 hektar. Belə deyirəm. Deməli, nə deyirəm? Deyirəm ki, 30.000 metr kvadratın 3 hektara bərabərdir. Bu da belə getdi. Cavabımız oldu D variantı. Verilən bərabərliklərdən deyir, hansı doğrudur? 7 ton üstə gəlinsin 50 sentner, üstə gəlinsin 15 kiloqram. Hər birini gəlin, bunları, bunu. Üçünü də ki, çevirək. Çünki burada cavabdan sonra kiloqram verib. Çevirəndə 7 ton 7000 kiloqramdır. Üzərinə gəlirəm 50 sentnerin, bax burada var. Sentnerdən kiloqrama keçəndə 100-ə vurmalıyam. Deməli 50 yanında 2 sıfır kiloqramdır və 15 kiloqramı da bura yazıram. 5, 1, 0, 12. Elədi 12.015. Düzmü hesabladıq? Baxaq, düzmü hesabladıq. Məncə düz hesablamalım. Deməli 7000 üstə gəlinsin 50 sentneri düzdür də. 50-ni 100-ə vurduq. 5000 elədi, düzdür. Yaxşı, B-yə baxırıq. B-yə baxaq. 5 kilometr üstə gəlsə 1400 metr. 5 kilometr 5000 metrdir. 5000 də üzərinə 1400 gələndə 5400 eləmir. 6400 eləyir. Onun üçün cavabımız bu da deyil. 10 kiloqram 500 qram çıxılsın 7 kiloqram. 10 kiloqramı 10 kiloqram 500 qramdan 7 kiloqram çıxıram. Bəli, ondan 7 çıxanda 3 qalır. Amma 700 yox, burada 500 olmalı idi. Onun üçün bu da deyil. Doğrunu istəyir bizdən. 6 metr kvadratdan 500 santimetr kvadratını çıxmalıyam. Cavabımız desimetr kvadratındandır. 6 metrin kvadratı, hanı metr kvadrat? Bax burada. Desimetr kvadrata keçirtmək üçün 6 yazıram, yanında 2 dənə 0. O elədi 600 desimetrin kvadratı. Çıxdım 500 santimetrdən də desimetrə keçmək üçün 100-ə bölməliyəm. 5-ini çıxdım. Bu da elədi 595. Bu doğrudur. Deməli, doğru cavabımız D variantı olacaq. 4-cü suala baxıram. Deyir 7 metr kubun tutan çəndən əvvəlcə 4də birini, daha sonra qalan suyun 5də 2-sini götürürlər. Çəndə neçə litr su qaldı? Demişdim ki, bax 4 metr kub deyirəm də. 4 metr kub. 4 metr kub neçə litr var burada? Neçə litrdir? Litrdə mən videonun əvvəlində demişdim ki, metr kubdan desimetr kuba keçmək üçün 1000-ə bölməliyim. Bəs desimetr kub niyə? Çünki burada litrdir axı. Axı desimetr kubun, bax 1 desimetrin kubu elə 1 litrin özünə bərabərdir də. Ona görə 1 desimetr kub demirəm, deyirəm 1 litr. Aralarında da 1000 fərq var. Yəni 4 metr kub həm də 4000 litrə bərabərdir. 4000-in 4də birini əvvəlcə götürüblər. Yəni 1000 litrini əvvəlcə götürüblər. Nə qədər qalıb? 4000-dən 1000-ni çıxdıq. Qaldı 3000. Qalan suyun çünki deyir. Sonra 3000-in 5-dən 2-sini götürüblər. 5-dən 2-sini. 30-un içində 5, 6 dəfə 600, 600 də 2-yə vuranda 1200. 3000-dən də 1200 çıxanda, çünki qalan sudan da sonra 5-də 2-sini götürdülər, 1200 qaldı. 3000-dən də 1200 çıxanda 1800-ə bərabər olacaq. Deməli, burada cavabımız B variantı olmuş olur. Sadəcə bilmək lazımdır ki, desimetr kub litrə bərabərdirsə, santimetr kub da millilitrə bərabərdir. Yəni, 1 desimetr kub bərabərdir 1 litr, 1 santimetr kub bərabərdir 1 milliyə bərabərdir. İndi burada tənlik var. Çevirməyə uyğun bir tənlikdir. Nə deyir burada? 4 ton çıxılsın 2 ton 528 kiloqram. İndi bunları gəlin çevirək, hər birini kiloqram eləyək. 4 ton 4000-dir, 4000 kiloqram. Çıxıram 2 ton 528 kiloqram, 2528 kiloqramdır. 28 kiloqram. Ondan 8 çıxdım 2. Sonra 9-dan 2 çıxdım 7. 9-dan 5 çıxdım 4. 3-dən 2 çıxdım 1. 1472. Və bunu 4-ə bölməliyəm.
Çünki mötərizədən sonra 4 var. 3 4-ün 12, 27-nin içində 4 6 dəfə, 24, 32-nin içində 4 8 dəfə. 368. İndi bax bu hissənin cavabı 300 368-dir. Sanki tənlik belədir. 368-in üzərinə neçə gəlsəm 3005 eləyər. Bunun üçün 3005-dən 3005-dən çıxmalıyam 368-ini. 15-dən 8 çıxdım 7. 9-dan 6 çıxdım 3. 9-dan 3 çıxdım 6. Burada 2 qaldı. 2637. 2637-də çevirmək üçün, yəni bunun tərkibində ton olduğunu bilmək üçün. Bax, kiloqramdan tona nə qədər var? Ortada 3 dənə 0 vardı. Deməli, minə bölməliyəm. 1, 2, 3. Minə böldüm. 2-nin qarşısından 1 kilo atdım. Oldu 2 ton 637 kiloqram. Cavabımız C variantı. 9-cu sual. Hesablayın deyir. 210 millinin üzərinə 4də 3 litr gəlirəm, sonra çıxıram 110 millisini. Deməli, 210 milli demək. 210 milli demək. Həm də nə deməkdir? Bax, burada işarələyirəm, baxın. 210 milli demək, 210 santimetrin kubu deməkdir. Düzdürmü? 4də 3 litr demək, yəni litr demək, desimetrin kubu deməkdir. Gəlin bunları millilitr və litr kimi görməyək, santimetr kub və desimetr kub kimi görək. Düzdürmü? Elə düşünün. Və yaxud da fikirləşin ki, 4də 3 1 litrin 1000 millidir. Bax, 1 litrin 1000 millidir. 1000 millidir. Çünki burada milli var, burada milli var da. Bu litri milliyə çevirək. Minin də 4də 3 litrini deyir. Minin də 4də 3-ü nə qədər eləyir? Minin 4də 3-ü. Mini 4-ə böldüm 250, 3-ə vurdum 750. Tənliyimiz belə oldu. 210 üstə gəlinsin 750. Tənlik deyil bu, sadəcə misaldır. 110 bərabərdir. 210-un üzərinə 750 gəlirəm. 0-la 0, 0, 6 və 9. Və bundan da 110 çıxıram. Bu da verir bizə 850 milli. Yəni burada deməkdə məqsədim tam qavraya biləsiniz deyə. Yəni desimetr kub litrə bərabərdir, santimetr kub millilitrə bərabərdir. Çevirib yazmaq çox çətin olardı. Sadəcə burada millilitrləri gördüm və düşündüm ki, buradakı litri də 4də 3 litri də millilitrə çevirməliyəm. 1 litrin də 1000 milli olduğuna görə minin 4də 3-ünü tapmalıyam da mən. Onun üçün minin də 4də 3-ü 750-yə bərabər oldu. 10-cu və sonuncu sualımıza baxırıq və videomuzu yekunlaşdırırıq. 10-cu sualda nə deyir? Deyir, x çıxılsın 4 ton 6 sentner 5 kiloqram bərabərdir 1 ton 2 sentner 4 kiloqram. Tənliyinin kökünün rəqəmləri cəminin rəqəmləri hasilini tapın. Gəlin bunları ən balaca, bax bura. Ən balacası kiloqram olduğu üçün gəlin elə hər birini kiloqrama çevirək. 4 ton 4000 kiloqramdır. Bax 4000. Sonra 6 sentner necə kiloqramdır? 600 kiloqramdır. Ona görə olur 4605 kiloqram. Bax bu hissə 4605 kiloqram oldu. X çıxılsın 4605 bərabərdir. İndi tənliyin asanlaşmış formasını yazıram. İndi 1 ton 1000 kiloqram olduğu üçün 2 sentner 200 kiloqram olduğu üçün 1204 kiloqram da buraya yazıram. Asan bir tənliyə bərabər oldu. Deməli, nəydən 4605 çıxsa 1204 alınır? Ona görə də məhsul azalanın tapılmasında fərqlə çıxılanı toplamalıydıq. Yəni 4605-in üzərinə 1204 gələndə 5 ilə 4 9, 0 qalır burada, 6 ilə 2 8, 4 ilə 1 5. Bax bu formada yazılacaq. 5809 kiloqram. İndi bunun rəqəmləri cəminin rəqəmləri hasilini deyir. Rəqəmləri cəmi 5 ilə 8 13, 13 ilə də 9 22. Rəqəmləri cəmi 22-dir və bu 22-nin rəqəmləri hasili 4-ə bərabərdir. İndi mən cavabımda, variantımda 4-ü axtaracağam. Ən böyük bir rəqəmli cüt ədəddir. Ən böyük bir rəqəmli cüt ədəd 8-dir.
4 deyil. Onun üçün A deyil. Ən böyük bir rəqəmli sadə ədəddir. Ən böyük bir rəqəmli sadə ədəd 7-dir. Ona görə də B-də deyil. Ən kiçik bir rəqəmli sadə ədədin 3 mislinə bərabərdir. Ən kiçik bir rəqəmli sadə ədədim 2-dir. 2-nin də 3 misli 6-dır. 4 deyil. Ən kiçik sadə ədəddən 2 vahid çoxdur. Ən kiçik sadə ədədim 2-dir. 2-dən də 2 vahid çox 4-ə bərabərdir. Deməli cavabım bax bu 4-ü vermiş oldu. Cavabım oldu D variantı. Belə, əziz müəllimlər, gördüyünüz kimi həm bu videoda həm çevirmə izahını vermiş oldum, həm də sınaq 7-nin izahını vermiş oldum. O da sınaq 7-nin də özünü çevirmələrə uyğun yazmışdım ki, daha da möhkəmlənsin. Dediyim kimi sınaq videonun açıqlama hissəsindədir. Əgər video yararlıdırsa, sınaqlar yararlıdırsa, sadəcə bəyənib bildirimləri açmağı unutmayaq. Sağ olun.